Salam, hər vaxtınız xeyir olsun, əziz izləyicilər. Bugün oktyabr ayının 20-si 2025-ci il. Mən hal-hazırda Ucar rayonu Nərimanov küçəsində çəkiliş yaparım. Deməli, gördüyünüz kimi buraya yazıblar ki, bura zibil atmayın, cərimə 400 manat. Mən küçəni göstərirəm. Və küçədə açılan zibil poligonu sizə göstərirəm. Deməli, səhər saat 10'dur. Yəni 10'dur. Deməli, burada bugün zibil daşınmayıbdır. Bura təmizlənməyibdir. Həftənin də birinci günüdür. Yəni burada kimsə deyə bilməz ki, bugün buradan zibillər daşınıbdır. 3 saat ərzində, 4 saat ərzində burada bu qədər zibil yığıla bilməz. Mən buradan hər dəfə keçəndə bura bu vəziyyətdədir. Əslində heç bax bu buranı çəkib göstərib heç bir şey danışmaya ehtiyac yoxdur. Burada yəni bu mənzərə özü danışır, hər şeyi burada açıq aydın göstərir. Burada deməli aidiyyatı qurumların da məsuliyyətsizliyini göstərir. Sakinlərin də məsuliyyətsizliyini göstərir. Həqiqətən də çox biabırçı haldır. Rayonun yəni belə deyək də mərkəzi küçələrindən biri, göz qabağı olan bir yerdir. Burada görürsünüz ki, idarə var. Dəmir yolunun qırağında olan bir yerdir. Bu belə bir mənzərə var burada. Mən Allah'ın olsun söz tapıb deyə bilmirəm. Çox biabırçı vəziyyətdir burada. Burada indiyə kimi oraya yazıblar ki, cərimə olunur 400 manat. İndiyə kimi burada kimi cərimələyiblər. Heç kim də cərimələyiblər. Onu da yazıb vurublar. Bir ikincisi ki, niyə cərimələmədilər ki? Burada bu zibil poligonunu açıblar. Deməli, oranın içəri hissəni qazıblar, ora hələ qazılıbdır. Ora zibillə dolub artıq. Çıxıb yolun qırağına. Burada üfunəti ilə dayanmaq olmur. Burada yəni xəstəlikdir da bura, mikrob mənbəyidir bura. Bu yaşayış evlərdir burada, yaşayış massividir. Bu ekologiya hara baxır, nəyə baxır? Yəni belə mənzərələrə görə çox ciddi cərimələr olunmalıdır. Aidiyyatı üzrə qurumlar. Burada məişət tullantısı üçün qab olmalıdır. İnsanlar, sakinlər tullantıların hara aparsın alsınlar. Bu zibillərin daşınması vaxtında təmin olunmalıdır. Təəssüf olsun ki, bu işlər görülmədiyinə görə rayonun bir çox yerlərində bax belə mənzərələr var. Bu da heç yaxşı bir hal deyil. Rayon rəhbərliyi bu məsələlər haqqında ciddi ölçü götürməlidir. Qurumlar haqqında ciddi ölçü götürülməlidir. Çünki həqiqətən çox biabırçılıqdır. Mən bunu çəkib göstərirəm. Yəni bundan sonra da ki, inşallah söhbət burada belə deyək də, zibilin bunu çəkdik, göstərdik, gəldilər, buranı təmizlədilər, getdilər. Söhbət burada zibilin təmizləməklə getməyib, onsuz da təmizlənəcək. Bura bu vəziyyətdə qala bilməz, mümkünsüz bir şeydir. Təmizlənəcək bura. Bu təmizlənəndən sonra təzədən burada bir həftədən sonra yenə də eyni vəziyyət yaranacaq. Yəni bura nəzarət olunmalıdır. Yenə deyirəm, bura ya zibil qabları qoyulmalıdır, ya da bunu qoymursunuzsa, burada yəni gətirib bura zibil atan adamlar cərimələnməlidir. Nəsə tədbir görülməlidir də, bu rayonu bu vəziyyətdə saxlamaq olmaz. Buradan bir 200 metr qarşıda da yer var. Orada da idarənin böyrüdür, yəni yaşayış massividir. Orada bax, eyni bu vəziyyətdə olur. Biabırçı vəziyyətdə olur. Demirəm, yəni rayonun çox yerlərində belə mənzərələrlə qarşılaşmaq olar. Çəkiliş apardığım vaxtı da bax, burada milçək zət dayanmaq olmur buradan. Biabırçılıqdır. Mən bu çəkilişin vasitəsilə aidiyyatı qurumlardan xahiş edirəm. Buradakı məsələ haqqında ciddi tədbir görsünlər. Təmizlənməyi yenə edirəm, təmizlənəcək.
və burada bir də belə bir hal baş verməsin. Yəni belə bir mənzərəni biz görməyək, belə bir mənzərələ rastlaşmayaq. Sakinlər, zibiluzu atırsınız bura. Bu asan bir şeydir. Gətirdim, tulladım bura, tullantım. Amma tələb eləmək lazımdır. Yəni gətirib bura zibili atmaqdansa tələb eləmək lazımdır. Gəlsinlər bura, zibil qabı qoysunlar. Siz də zibillərinizi atın zibil qabına. Böyle da geldi attı bura bizim rayonumuz, bizim yaşadığımız yerdir bura. Zibil çıxıb yolun ortasına. Bu sahipsiz küçüklərin çoxalmana səbəb nədir? Bax belə yerlərdir. Buradan insanlar akşam vaxt nətər keçib geçsin. Bura itlə dolu olur. Buradan uşaq nətər geçsin məktəbə. İtlə dolu olur bura. Ona görə də bu çəkilişin vasitəsilə bir daha xahiş edirəm ki, həmin buradakı bu problem tez bir zamanda aradan qaldırılsın və bir də belə hallar baş verməsin. Ucar rayon Könüllü İctimai Nəzarət Təşkilatının sədri Məmmədov İlkin.